إن هذا القرآن يهدي للتي هي أقوم ويبشر المؤمنين الذين يعملون الصالحات أن لهم أجرا كبيرا. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله. أما بعد. Allah Resulü sallallahu aleyhi ve sellem Səhih Buxaridə və digər sünnə kitablarında keçən hədisdə belə buyurur: Xayrun nəsi qarni, insanların ən xeyirlisi mənim əsrimdə yaşayanlardır, yəni sahabələr. Thumməl-ləzīnə yəlunəhum, sonra onlardan sonra gələnlər, yəni tabeinlər. Thumməl-ləzīnə yəlunəhum, sonra onlardan sonra gələnlər, yəni tabeinlərə tabi olanlar, onlardan o elmi götürənlər. Bu üç nəsil ümmətin ən xeyirli nəsilləridir: sahabələr, tabeinlər və ətbəü tabeinlər. Sahabələr barəsində Allah həmd olsun, çoxlu kitablar var və həmçinin qardaşlarımız çox faydalı dərslər keçmişlər çoxlu sahabələr barəsində. Və tabeinlər barəsində biraz məlumatımız azdır və onların həyat və onların yaşayış tərzindən və onların başlıcası Allaha olan ibadətlərindən biraz məlumatımız, elmimiz azdır. Onun üçün də bugün Allahın izni ilə o uca tabeinlər, hidayət dağları, zülmətin çıraqları olan o tabeinlərdən birisi olan Səid ibn Musayyib rahimehullah barəsində danışmaq istəyirəm. Səid ibn Musayyib rahimehullah bu kimsəyə tabeinlərin atası deyirdilər. O, tabeinlərin imamı, Şeyxülislam, Mədinənin fəqihi idi. Əbu Muhammed Əl-Məxzumi Əl-Quraşi idi. Səid ibn Musayyib rahimehullah Ömər ibn Xattab radiyallahu anhunun xilafətinin ikinci ilində doğulmuşdur. Və onun rəvayət etdiyi sahabələr başlıcası Ömər ibn Xattab radiyallahu anhudan xütbələrindən bəzi şeyləri eşitmişdir. Çünki artıq o uşaq idi o vaxtı. Təqribən onun 9 yaşı var idi. 8-9 yaşı var idi ki, onun xütbələrindən eşitmişdi. Və sonra isə Osman, Zeyd ibn Səbit və Aişə radiyallahu anhə və Əbu Hureyra, Səid ibn Əbi Vaqqas kimi sahabələrdən hədis rəvayət etmişdir. Səid ibn Musayyib rahimehullah. Və həmin uca tabeinin tələbələri oğlu Muhammed və Səlim ibn Abdillah ibn Umar və Əz-Zuhri və Qatadə və Şərik ibn Əbin Namr və Əbu Zinad və Yahya ibn Səid Əl-Ənsari və Sə'd ibn İbrahim və Tariq ibn Abdurrahman olmuşlar. Və bu uca tabein barəsində hətta sahabələrin belə ona tərifləri vardır. İbn Ömər radiyallahu anhu belə demişdir: Səid ibn Musayyib Allaha and olsun ki, o iki muftidən birisidir.
iki müftidən birisidir. İmam Əhməd və başqaları belə demişlər. Səidin mursəlləri səhihdir. Mursəl hədis o hədisdir ki, tabein hədisi rivayət edir və sahabənin adını zikr etmədən birbaşa deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə dedi. Tabein. Yəni, sanki hədisdə kəsik var, düşük var. Sahabə yoxdur orada. Sahabəni düşürüblər. Bu, zəif hədislər növündən bir növdür, mursəl. Və bununla belə, alimlər demişlər ki, İmam Əhməd və İmam Şafi kimi alimlər demişlər ki, Səidin mursəlləri, Səid birdən deyərsə ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurur, nə qədər orada sahabə zikr olunmasa belə, o səhihdir. Bu da ki, həmin uca tabeinin mötəbər bir kimsə olmasına dəlalət edir. Həmçinin İbn Həcər rahimehullah Ət-Təqrib və Təhdib kitabında belə demişdir. Səid ibn Museyyib sabit, böyük alimlərdəndir. Alimlər ittifaq etmişlər ki, Səidin mursəlləri səhihdir. Səidin mursəlləri səhihdir. Bu sözü İbn Həcər rahimehullah deyir. Və həmçinin Qatadə rahimehullah belə demişdir. Mən Səid ibn Museyyibdən elmli bir kimsə görmədim. Ali ibn Əl-Mədini rahimehullah belə buyurur. Tabeinlər içərisində Səiddən daha geniş elmi olan bir kimsə tanımıram. Və o mənə görə tabeinlərin ən ucasıdır. O mənə görə tabeinlərin ən ucasıdır. İmam Malik rahimehullah belə buyurur. Mən Səidin belə dediyini eşitmişəm. Yəni, mənə onun belə dediyi xəbəri gəlib çatmışdır. Mənim bir hədisi tələb etməkdə günlərim və gecələrim keçirdi. Günlərim və gecələrim keçirdi ki, bir hədisi tələb etməkdə. Yezid ibn Hazim belə buyurur. Səid ibn Museyyib rahimehullah ardı ardına oruç tutan bir kimsə idi. Ali ibn Zeyd rahimehullah belə buyurur. Səid belə buyurur. Şeytan mənə gəlməkdən ümidini üzmüşdür. Yalnız qadınlar tərəfindən. Yalnız qadınlar tərəfindən. Və bunu dedikdə onun 80 yaşı var idi. Gözünün birisi görmürdü. Vələt belə deyərdi Səid. Mənə özüm üçün, öz nəfsim üçün ən çox qorxduğum şey qadınlardır. Səid ibn Museyyib rahimehullah belə buyurur. Özü deyir bunu. Mən 50 ildir ki, işə namazının dəstəmazı ilə sübh namazını qılıram. 50 ildir ki, işə namazının dəstəmazı ilə sübh namazını qılıram və özümə qadın fitnəsindən əmin deyiləm. Və bunu dedikdə də yenə rahimehullahın 80 yaşı var idi. Məkhul rahimehullah belə buyurur. Elm tələb etməkdə yer üzünü tavaf etdim. Dövr etdim bütün yer üzünü. Və Səiddən daha elmli bir kimsə ilə qarşılaşmadım. Meymun ibn Mihran rahimehullah belə buyurur. Mədinəyə gəldim və oranın ən fəqih kişisi barəsində soruşdum. Buranın fəqihi kimdir? Və məni Səidin yanına apardılar və ondan sualımı verdim. Əbu Zur'a rahimehullah belə buyurur. O, yəni Səid ibn Museyyib Qureyşli, Mədinəli, mötəbər bir imam idi. Əbu Nuaym rahimehullah Səid ibn Museyyib rahimehullahın tərcüməyi halında belə buyurur. Onun adlarından biri də ki oydu ki, yəni sanki ona ad qoymuşlar, belə ləqəb, ona belə deyirdilər. İtaətlərlə xoşbəxt oldun və cahillikdən
və asilikdən də uzaq oldun. Səid ibn Musayyib rahimehullah belə buyurur. Kim 5 namazı cemaatlıqda qoruyarsa, yerin qurusunu və suyunu ibadətlə doldurar. Və həmçinin rahimehullah belə buyurur. 40 ildən bəri cemaatlıqda namaz məndən ötüb keçməyib. Yəni 40 ildir ki, mənim elə bir namazım olmayıb ki, onu cemaatlıqda qılmayım. Və həmçinin rahimehullah belə buyurur. 30 ildən bəri müəzzin nə vaxt azan verdisə, mən məsciddə idim. Hansı namaz olursa olsun, müəzzin azan verdiyi zaman mən məsciddə idim. Və həmçinin onun barəsində belə deyirlər alimlər, o 40 dəfə həcc edib. 40 dəfə həcc edib. Və məclislərində daima bu sözü deyərdi. Allahım məni salamat et. Allahım məni salamat et. Və bir gün Əl-Matlab İbni Həzab Səidin xəstəliyi zamanında yanına gəlir və deyir ki, onun yanına girdim, o yatağında uzanmışdı. Hansı ki, bu xəstəlikdən rahimehullah dünyasını dəyişmişdi. Və ondan bir hədis barəsində soruşdum. Və o belə cavab verdi. Məni 30-durun. Və onu 30-durdular. Və belə dedi. Mən uzandığım halda Allah Rasulunun hədisini danışmaqdan xoşum gəlmir. Baxın, qardaşlar, ədəbə, Allah Rasulunun hədisi ilə olan ədəbə. Gör bu insan Allahın kitabı ilə necə ədəbli olar. Bugünkü gün kimsə uzanıb Quran oxuyanda deyəndə deyirlər ki, Allah Rasulü oxuyub. Şək yoxdur, Allah Rasulü uzanıb oxuyub. İcazəli şey başqa şeydir, ədəb başqa şeydir. İcazəli şey başqa şeydir, ədəb başqa şeydir. Və bu rahimehullahın Allah Rasulunun sünnəsinə olan ədəbi idi. Ki, Allah Rasulunun bir hədisini yatdığı yerdə danışmağa xoşlamazdı. Və həmçinin Səid ibn Musayyib rahimehullahın gözəl qissələrindən bir qissə var ki, İbn-i Vəda'a rahimehullah Kəsir ibn Abdülmuttalibdir. İbn-i Əbi Vəda'a deyir ki, mən bir neçə gün idi ki, ayrı düşmüşdüm, uzaq düşmüşdüm. Və sonra Səid ibn Musayyib rahimehullahla bir yerdə oturmuşduq, bir məclisdə. Və o mənə belə dedi. Harda idin sən? Mən dedim, əhlim dünyasını dəyişmişdi, onunla məşğul idim. Mənə dedi, niyə bizə demədin? Yəni, əhlim dedikdə, qəsdi zövcəmdir. Niyə bizə demədin? Biz də cənazəni müşahidə eləyək. Yəni, gələk cənazə namazı qılaq və onu müşahidə eləyək, bastıraq. İbn-i Əbu Vəda'a rahimehullah buyurur ki, sonra durmaq istədikdə mənə belə dedi. Sən evlənmək üçün qadın tapdınmı? Mən də belə dedim. Allah sənə rəhm etsin, ey Səid. Kim məni evləndirər ki, mənim yalnız 2 və ya 3 dirhəmim var? Dedi ki, mən. Dedim ki, sən edərsənmi bunu? Dedi ki, bəli. Sonra Allaha həmd etdi və Peyğəmbər sallallahu aleyhi ve sellemə salavat gətirdikdən sonra məni 2 və ya 3 dirhəmə qızı ilə evləndirdi. Və mən sevincimdən nə edəcəyimi bilmədim. Mənzilimə doğru üz tutdum və bunun barəsində fikirləşirdim. Sonra məğrib namazını qılıb, namazdan sonra mənzilimə qayıtdım
biraz istirahət etdim və mən oruclu idim. Çörək və zeytunla iftarımı etdim və həmin anda bir kimsə qapını döydü. Dedim, kimdir? Dedi ki, Səid. İbn-i Əbu Hüda rahimehullah deyir ki, dedikdə ki, Səid adında olan insanları fikirləşdim, Səid ibn Musayyibdən başqa. Səid dedikdə fikirləşdim ki, kim Səid olar bu? Yalnız Səid ibn Musayyibi fikirləşmədim. Deyir ki, çünki o 40 ildir ki, evi ilə məscid arasından başqa bir yer görmür. Və qalxdım, çölə çıxdım, qapıda Səid ibn Musayyib idi. Dedim ki, ey Əbu Muhammed, nə üçün bir kimsə göndərmədin ki, mən sənə gəlim? Sən gəlmirsən oradan bura. Dedi ki, sənə gəlinməyə daha layiq olansan. Dedim ki, nə emr edirsən ey Əbu Muhammed? Dedi ki, sən subay bir kişisən, səni evləndirdim və mən sənin gecə tək yatmağını xoşlamıram. Bu da sənin qadının. O qadın onun arxasında dayanmışdı. Qızı. Səid ibn Musayyib rahimehullahın arxasında dayanmışdı və sonra onu qapıya tərəf itələyir. Əlindən tutaraq. Qadın həyasından yerə yıxılır. Sonra qadını içəri saldım, çörək və zeytun olan yerə, o otağa və onu işığın kölgəsində qoydum ki, çörəklə zeytunu görməsin. Sonra evin tavanına qalxdım və qonşuları çağırdım. İbn-i Əbu Hüda rahimehullah buyurur ki, sonra tavana qalxdım, evin çardağına və qonşuları çağırdım və onlar mənə gələrək dedilər ki, nə olub sənə? Mən dedim ki, Səid məni öz qızı ilə evləndirdi, sizə vay olsun. Səid məni evləndirdi və qəflətən qızını gətirib mənə gəldi. Dedilər ki, Səid səni evləndirdi qonşuları. İbn-i Əbi Hüda rahimehullah buyurur ki, bəli, evləndirdi. Budur, o artıq evimdədir, yəni qızı. Və anama bu xəbər çatdı. İbn-i Əbu Hüda rahimehullah buyurur ki, anama bu xəbər çatdı ki, mən evlənmişəm. Və həmin anda anam yanıma gəldi və mənə belə dedi. Onu, yəni qızı, 3 gün bəzəməmişdən qabaq ona toxunsan, üzüm üzünə haramdır. İbn-i Əbi Hüda rahimehullah deyir ki, 3 gün gözlədim. Sonra onunla əlaqədə oldum. O qadınların ən gözəli və Allahın kitabını ən yaxşı əzbərləyən və Allah Rasulunun sünnəsini ən yaxşı bilən, həmçinin haqlarını ən yaxşı bilən qadın idi. Bir ay qaldım, nə Səid mənə gəldi, nə də mən ona getdim. Və bir ay sonra, təqribən bir ay olmuşdu, mən Səidin yanına gəldim. O öz halqasında idi və ona salam verdim və o salamı qaytardı və məclisdə olanlar durana qədər mənimlə danışmadı. O vaxt ki, məclisdə yalnız mən qaldım, mənə belə dedi. Bu insanın halı necədir? Dedim ki, xeyr içərisində, ey Əbu Muhammed. Dostunu sevir və düşmənini xoşlamır. Və sonra o mənə 20 dirhəm verərək məni yola saldı və mən evimə qayıtdım. Və bu Səid ibn Musayyib rahimehullahın qızını evləndirmə qissəsidir ki, və həmin qızını Abdülməlik oğlu Əl-Valid üçün istəyirdi və o ona verməmişdi qızını. Və daima o ona deyə dururdu ki, yəni ki, qızını oğluna almaq üçün. Və bir gündə hətta Abdülməlik Səid ibn Musayyib rahimehullahı 100 qamçı vurmuş və
onu soyuq bir gündə üstünə su tökərək əziyyət vermişdir. Və Səid el-Müseyyib rahimehullah isə qızını ona vermədi. Onu İbn Əbi Udaə rahimehullaha verdi. Və bu da uca tabeinlərdən olan Səid el-Müseyyib rahimehullahın qısaca onun həyatı barəsində idi, onun ibadətləri barəsində və həmçinin onun əxlaqı barəsində idi. Subhanəkə Allahumma bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və tuğbu ileyk.